Bəla da başa gələndə demə, mən pis adamam, Allahın gözündən düşdüm. Dərhal belə demə. Hərdən yersiz özümüzü qınamağımız da var. Bilən ki, mən çətinlik məkanında, çətinlik yurdunda yaşayıram. Adam yetkinliyə çatandan başa düşsün ki, mən yaşadığım yerin adı çətinlik yurdudur. Biləm ki, qapını açdım, girdim dünyaya, üstündə yazdım ki, çətinlik diyarıdır. Bunu bir dəfəmlik qəbul eləsin ki, mən çətinlik yurduna girirəm, çox qısa müddət orada qalıram və sonra qurtuluram. Heç vaxt da çətinlik görməyəcəm. Heç vaxt. La xavfun aleyhim və lahum yaxsanun. Nə bir qorxu var, nə bir kədər. Mən qısa bir müddət çətinliklə dolu bir evdə qalıram, sonra gedirəm elə bir yerə ki, heç vaxt çətinlik görməyəcəm. Bir saniyə belə, bir an belə. Adam bu düşüncə ilə yaşasa, müasir dövrdə bu mövzular çox danışılır ki, həyata baxış bucağı çox şey həll edir.